Təsəvvür eləyin ki, yad bir insan gecə səhərə yatmır ki, siz sağlam olasınız. Sizin səhhətiniz haqqında narahat olur. Bəli, belə insanlar var və onlar bəlkə də milyonlarladır. Bugün tibb işçilərinin peşə bayramıdır. Bu münasibətlə Saf televiziyası olaraq onların hər birini təbrik eləyirəm. Həqiqətən də bu cəsarətli və məsuliyyətli peşəni seçdiyiniz üçün, bunu seçmək üçün çox böyük cəsarətə sahib olduğunuz üçün, bu öhdəliyi üzərinizə götürdüyünüz üçün və dünyadakı insanların sağlamlığına cavabdeh olacaq qədər güclü olduğunuz üçün sizə təşəkkür edirik. Bayramınız mübarək. Mən isə hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Gönel İbadovadır. Baxaq görək bugünə hansı vacib tibb hadisələri baş verib. Yenə Çinli alimlər 1-0 öndədirlər. Süd vəzi xərçəngini öncədən aşkarlayan yeni bir icad ediblər. Bu icad nədən ibarətdir və dünyada milyonlarla qadının əziyyət çəkdiyi və hətta həyatını itirdiyi bu xəstəliyi öncədən aşkarlayan cihaz nədir? Birlikdə baxaq. Döş xərçəngini erkən aşkarlayan neyron şəbəkə yaradılıb. Hong Kong Texnologiya Universitetinin alimləri MRT görüntülərində döş şişlərini tanımağa qadir olan MOM adlı neyron şəbəkə hazırlayıb. Yeni neyron şəbəkə modeli təkcə şişlərin aşkarlanmasında deyil, həm də orqanizmin kimyaterapiyaya reaksiyasının proqnozlaşdırılmasında yüksək dəqiqlik nümayiş etdirib. Bu müalicəyə fərdi yanaşma üçün yeni imkanlar açır. MOM artıq Çində ön xəstəxanada uğurla sınaqdan keçirilib. Tədqiqatçıların fikrincə onun istifadəsi biopsiyaların sayını azaldıb. Alimlərin fikrincə isə MOM-un istifadəsi diaqnozu sürətləndirə və asanlaşdıra bilər. Bununla belə alqoritmin effektivliyinə baxmayaraq hər bir hal üzrə son qərarı hələ də həkim qəbul edir. Bu da diaqnostik səhvlərin riskini azaldır. Xəstəliklər azalmır, ona görə də durmadan alimlər gecə-gündüz çalışıb bu xəstəliklərə qarşı peyvənd hazırlayırlar. Növbəti hazırlanmış yeni peyvənd isə milyonlarla insanın həyatını xilas edəcək. Bu, alimlərin iddiasıdır. Biz isə izləyək. Bu peyvənd milyonlarla yoluxmanı dayandıra bilər. Yüksək riskli ərazilərdə peyvənd chikungunya qızdırmasının qlobal təsirini əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Bu isə sürətlə yayılan ağcaqanadlar vasitəsilə ötürülən virusla mübarizə üçün ümidverici hal verir. Tədqiqat Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi və Avropa Dərman Agentliyindən təsdiq almış Vimkunya deyil, yeni lisenziyalı Valneva peyvəndinin potensial təsirini yüksək olaraq modelləşdirir. Əhəmiyyətli olan odur ki, vaksin chikungunya epidemiyalarının gözlənilməz xarakterinə görə klassik 3-cü faz effektivlik məlumatlarında deyil, qorunmanın immunoloji korrelyasiyalarına əsaslanaraq lisenziyalaşdırılıb. Tədqiqatın nəticələri göstərir ki, təhlil edilən 180 ölkədən 104-ündə 2,8 milyard yoluxmuş şəxs qeydə alınıb. Peyvənd modelləri peyvəndin 70% effektivliyini, infeksiyaya qarşı 40% qorunma və 50% yayılmanın qarşısını alır deyə alimlər bildirir. Peyvəndin təsirinin epidemiya şəraitində endemik şəraitdə nisbətən daha yüksək olacağı proqnozlaşdırılır və epidemik şəraitdə təsirin 83% artması müşahidə edilir. Bununla belə müəlliflər xəbərdarlıq edir ki, modelləşdirilmiş faydalar həm də epidemiyanın tez aşkarlanmasından, ehtiyatların səmərəli yerləşdirilməsindən və yerli epidemiologiya və səhiyyə infrastrukturuna peyvənd strategiyalarını uyğunlaşdırmaq bacarığından asılıdır. Bir çoxlarımızın belə bir problemi var. Övladlarımız sulu yemək xoşlamır. Onlara mütləq bu xəbəri göstərin. Bəlkə də travma olacaq, bilmirəm. Amma sadəcə quru və yağlı qidalanmaqla gənc bloger həyatını itirib. Yağlı yeməklər yeyən bloger ölüb. Rusiyanın Kostroma vilayətində 30 min izləyicisi olan 28 yaşlı məşhur bloger Marina Kuzmenko kəskin pankreatit diaqnozu ilə vəfat edib. O bir neçə il ərzində sosial şəbəkələrdə çox miqdarda yağlı yeməklər yeyərək video çəkib. Marina uzun müddət qarın ağrılarına fikir verməyib və həkimə müraciət etməyib. Daha sonra vəziyyəti kəskinləşib və xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Məlum olub ki, qız kəskin pankreatit
pankreatitdən dünyasını dəyişib. Həkimlərin sözlərinə görə pankreatitə səbəb çox yağlı, qızardılmış yeməklər, tez-tez artıq yemək və düzgün olmayan qidalanmadır. Kəskin pankreatit zamanı mədə-altı vəz şişir, öd axını pozulur və bu vəziyyət ölümə qədər gətirib çıxara bilir. Erkən tibbi müdaxilə olmadıqda bu ölümcül ola bilər. Belə hallar zamanı dərhal həkimə müraciət etmək çox vacibdir. Yenə texnoloji xəbərlə gəlmişik. Bu dəfə isə alimlər implant dişi elə düzəldiblər ki, onlar istini, soyuğu, hətta ağrını da hiss edəcəklər. Bu bizə lazımdır ki, bilmirəm, lazımdır yoxsa yox, amma alimlər bunu edib. Alimlər hissiyyat qabiliyyətini bərpa edən diş implantı hazırlayıb. Taft Universitetinin alimləri hissiyyat funksiyalarını qismən bərpa edə bilən yeni növ diş implantı təqdim edib. Bu innovativ implant ənənəvi protezlərdən fərqli olaraq sümüyə yerləşdirilməyə ehtiyac duymur və yumşaq toxumalarla inteqrasiya olunaraq sinirlərə birləşir. İnnovativ texnologiya bioçürüyən örtüklə əhatələnmiş implantdan ibarətdir. Bu örtük daxilində sinir toxumasının yaranmasını stimullaşdıran zülallar və kök hüceyrələr yerləşir. İmplant diş ətinə bərkidilir və onun xarici hissəsində yerləşən nanolif qatı örtük həll olunduqca həcmini artıraraq toxumalarla daha yaxşı əlaqə yaradır. Siçanlar üzərində aparılan ilkin sınaqlar implantın yüksək biouyğunluğunu və funksional effektivliyini göstərib. İmplant yerləşdirildikdən 6 həftə sonra onun funksiyası təbii dişlərə yaxın nəticələr verib. Alimlər növbəti mərhələdə daha iri dişlərə sahib heyvanlar üzərində testlər keçirməyi və gələcəkdə klinik sınaqlara başlamağı planlaşdırır. Plastiklə qidalanan superbakteriya. Bu sözlər yan-yana doğrudan da çox çətin anlaşılır. Amma daha dəqiq bilmək üçün mütləq süjeti izləməlisiniz ki, siz də bundan xəbərdar olasınız. Superbakteriya tibbi plastiklə qidalanır. Londondakı Brunel Universitetinin alimləri tərəfindən aparılan tədqiqat xəstəxana şəraitində geniş yayılmış və həyat üçün təhlükəli infeksiyalara səbəb olan Pseudomonas aeruginosa bakteriyasının bəzi tibbi cihazlarda istifadə olunan plastik materialları parçalayaraq oradan qida kimi istifadə edə bildiyini sübut edib. Araşdırma nəticələri nüfuzlu Cell Reports jurnalında dərc olunub. Tədqiqat zamanı alimlər Britaniya xəstəxanasında bir xəstənin yarasından götürülən bakteriya nümunəsini analiz edib. Alimlər müəyyən edib ki, bu bakteriya PEP1 adlı ferment istehsal edir. Bu ferment tibbi şaxələrdə, tikişlərdə, yara sarğılarında və digər tibbi cihazlarda istifadə olunan plastik maddəni parçalayaraq bakteriyaya enerji verir. Tədqiqatın maraqlı nəticələrindən biri də odur ki, plastiklə qidalanmaq təkcə bakteriyanın yaşanmasına yox, həm də antibiotiklərə qarşı daha güclü qoruyucu təbəqə, biofilm yaradır. Bu biofilmlər bakteriyanın dərmanlara qarşı müqavimətini artırır və onu müalicə olunmasını daha da çətinləşdirir. Təklik və tənhalıq sözlərini bir-birindən ayırt edə bilirsiniz. Təklik odur ki, siz bir çox insanların içərisində olmayanda özünüzü tək hiss edirsiniz, kimdənsə ünsiyyət ehtiyacı duyursunuz. Amma tənhalıq odur ki, sizin çevrənizdə dostlar, qohumlar, əzizlər olanda belə içinizdə bir boşluq olur. Bax, bu tənhalıqdır. Yəni, tənhalıq insanın həyatında kimlərinsə olub-olmamağından asılı deyil. Bu, biraz şuurlu və dərk etməklə bağlı, psixologiya ilə bağlı bir məsələdir. Alimlər isə yeni bir araşdırma eləyib. Tənha insanlar o qədər də tez həyatdan köçmür. Daha çox qayğı görən, başqalarının diqqətini özündə cəmləyən insanların ömrü daha qısa olur deyirlər. Bu çox maraqlı paradoksdur, çünki mən tam əksini düşünürdüm. Amma tənha insanlar daha çox düşünür və daha çox dərk etmək istəyir deyə, buna görə də ömürlər uzanır yəqin deyə düşünürəm və süjetə baxmağa hamınızı dəvət edirəm. Müxtəlif hesabatlar tənhalığı vaxtından əvvəl ölümlə əlaqələndirilir. Bununla belə Waterloo Universitetinin İctimai Sağlamlıq Elmləri Məktəbinin tədqiqatçıları tərəfindən aparılan yeni beynəlxalq araşdırma evdə qulluq alan yaşlı yetkinlər arasında tənhalığın yayğın olmasına baxmayaraq, bunun ölüm riskinin artması ilə əlaqəli olmadığını müəyyən edib. Tədqiqatçılar Kanada, Finlandiya və Yeni Zelandiyada yaşı 65 və daha çox olan 380 mindən çox evdə qulluq alan şəxsin məlumatlarını təhlil edib.
Maraqlıdır ki, alimlər ailə və ya dostlardan dəstək alan insanların özlərini daha çox tənha hiss etdiyini bildirib. Tənhalıq psixoloji rifah üçün ciddi təhlükədir, amma hər tək yaşayan insan özünü tənha hiss etmir və əksinə. Yalnızlıq hissi sizi öldürməsə belə onu ictimai sağlamlıq üçün vacib prioritet halına gətirir deyə Waterloo Universitetinin İctimai Sağlamlıq Elmləri Məktəbinin professoru Dr. John Hirdes bildirib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.